birimiz üçün bir daha xeyirli olsun və onu da qeyd edim ki, bizim bu noyabr qrupuydu. Noyabr qrupu ilə ilk dərsimiz və dərslər qayd olunur. Əgər kimsə qoşula bilmirsə, təbii ki, yenidən bu kaydı dinləyə bilərlər. Hansı müəllimdən başlayaq? Hansı müəllim ürəklidir, yaxşı oxuyub? Oxumusunuz? Şəbnəm müəllim. Gəlin sizdən başlayaq. Bəli, müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Şəbnəm müəllim, ümumiyyətlə, müasir dövrdə öyrənmə prosesi necə həyata keçirilir? Yalnız oxuyub yazmaqla keçmir də müəllimə. Hı. Yəni burada müxtəlif 8 kompetensiya var ki, onları nümayiş etdirmək lazımdır. Bəli. Müasir dövrdə ümumiyyətlə öyrənmə prosesi müəllimlər necə həyata keçirilir? İnformasiyanı, yəni bilikləri yadda saxlanılması ilə bitmir. Burada artıq fənlər arası təlimə, yəni tətbiqə keçmək tələb olunur. Biz artıq bildiklərimizi tətbiq etməliyik. Tətbiq etmə bacarığı formalaşmalıdır ki, biz artıq nəyisə oxuyum, əzbərliyim, yadımda saxlayım, nəyisə öyrəndim demək deyil. Mütləq şəkildə öyrəndiyimizi tətbiq etməliyik. Şəbnəm müəllimə, hansı kompetensiyadır ki, bu kompetensiyada təqdim olunmuş informasiyanı, faktları, fikirləri anlamaq, öz sözləri ilə ifadə etmək bacarığıdır? Şəxsi sosial və öyrənmə kompetensiyası. Niyə ki? Hər hansı bir faktı, hər hansı bir məlumatdır, mən bu faktı, fikri anlayıramsa, öz sözlərimlə ifadə edə bilirəmsə? Savadlılıq müəllimə. Bəli, əlbəttə ki, bu savadlılıq kompetensiyasıdır. Biraz buranlıqlar müəllimə, üzrlüsən, yəqin ki, növbət dərslərdə düzələcək. Düzələr, inşallah düzələr. Sonra Şəbnəm müəllimə, hansı kompetensiyadır ki, bu kompetensiya şagirdlərdə ünsiyyətdir, əməkdaşlıqdır, müstəqil öyrənmə kimi yumşaq bacarıqları inkişaf elətdirir? Bu mədəni məlumatlılıqdır. Yox. Özünü ifadə. Yox. Ünsiyyət, əməkdaşlıq, müstəqil öyrənmə. Buyurun Gülnar müəllim. Gülnar müəllim, buyurun. Bu da savadlılıq kompetensiyasıdır. Bəli, Gülnar müəllim, tamamilə doğrudur. Müəllimə, bu da savadlılıqdır. Savadlılıq kompetensiyasında mən sizə göndərmişdim də yumşaq bacarıqların da izahını. Savadlılıq kompetensiyasında odur ki, nəyisə anlayırsan, kimlənsə ünsiyyət qurursan, əməkdaşlıq edirsən, yəni müstəqil öyrənirsən, bunlar hamısı savadlılıqdadır. Bunlar da yumşaq bacarıqlar gedir. Yumşaq bacarıqlardır bunlar. Sonra Gülnar müəllim, elə sizlə davam edək. Aha. Deyirəm ki, Orxan Çin dilini qeyri-formal şəkildə öyrənir. Yəni, müxtəlif kurslara gedərək bu dili öyrənir. Orxanda hansı kompetensiya var? Çox dil bilmək kompetensiyası. Bəli, çox dil bilmək kompetensiyadır. Biz bilirik ki, təhsilin formaları var da, formal, qeyri-formal və informal. Qeyri-formal təhsil forması, təhsilini müxtəlif kurslarda, dərnəklərdə alırsan, inkişaf elətdirirsən. Bəli, yəni təhsil sənədi alınır, dövlət sənəd vermir qeyri-formalda. Tamamilə doğrudur. İndi Orxan da Çin dilini qeyri-formal şəkildə öyrənirsə, yəqin ki, hər hansı bir kursa fərdi müəllim yanına gedir öyrənirsə, bu təbii ki, çox dil bilmək kompetensiyasına aiddir. Müəllimə, deyirəm ki, bu kompetensiyada model, diaqram, qrafiklərdən istifadə etmək bacarığı inkişaf edir. Riyazi kompetensiya. Bəli, riyazi kompetensiyadır. Çünki burada ümumiyyətlə modeli, qrafiki, sxemi, bundan istifadə etmək bacarığın varsa, bu artıq riyazi savada aid olmuş olur. Sonra Gülnar müəllim, deyirəm ki, Əhməd xəbər portallarının birində DİM-in keçirdiyi qəbul imtahanlarının test mərhələsinin ləğv olunduğunu oxuyur və buna inanır. Bu zaman Əhmədin hansı kompetensiyası zəifdir? İnanır. Bunu bilənmədim müəllim. Bir də oxuyum situasiyanı müəllimlər. Deyirəm ki, Tövfə müəllim cavab verəcəksiniz. Bir dənə oxuyum, sonra siz cavab verin Tövfə müəllim. Deyirəm ki, Əhməd xəbər portallarının birində Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının test mərhələsinin ləğv olunduğu oxuyur və buna inanırsa, hansı kompetensiyası zəifdir? Buyurun Tövfə müəllim.
Müəllimə, mən düşünürəm ki, bu rəqəmsal savadlıq kompetensiyasıdır. Hı -hı. Çünki orada etibarlılığı yoxlamalıdır o. Hı -hı. Bəli, burada informasiya savadlığı. Bəli, Çünki, rəqəmsal. aha, bəli, çünki savadlılıq var burada da. Elə bil ki, savadlılıq kompetensiyasında, qoy bu haqqda da sizə məlumat verim müəllimlər. Savadlılıq kompetensiyası müxtəlif savadlılıqlar da, informasiya savadlılığı var, media savadlılığı var. Burada bu şagirdin savadlılıq kompetensiyası zəifdir. Çünki bu informasiyanı, yəni dezinformasiyaya inanır da. Biz də savadlılıqda nə deyirik? İnformasiyanın etibarlılığını yoxlayır, məlumatların etibarlılığını yoxlamalıdır. Burada da etibarlı məlumatı bir-birindən ayırd edə bilmirsə, təbii ki, bunun savadlılıq kompetensiyası zəifdir. Oldu Gülnar müəllim, oldu. Biraz da diqqətli olaq. Töhfə müəllim. Bəli. Bax, bir fərqli, incə bir sual verəcəm. Diqqətlə dinləyək hər birimiz. Fərqli mədəniyyət görən kimi, yox, belə deyim də, şagird fərqli mədəniyyətlərdə davranış, adət-ənənə, düşüncə tərzinin necə dəyişdiyini anlayır. Fərqli mədəniyyətlərdə şagird müxtəlif mədəniyyətlər var da, belə deyək. Situasiyanı daha da sizin üçün sadələşdirim. Bilirsiniz ki, müxtəlif mədəniyyətlər var. Bu müxtəlif mədəniyyətlərdə də davranışı, adət-ənəni, düşüncə tərzi, geyimi, həyata baxışını, yəni bu düşüncə tərzinin necə dəyişdiyini şagird anlayırsa, hansı kompetensiyadır Töhfə müəllim? Mədəni məlumatlılıq. Tamam, siz deyirsiniz mədəni məlumatlılıq. Səba müəllim nə deyir? Çox bilmirəm. Mən də elə fikirləşirdim, amma bir yandan da multikulturalizm də ola bilər müəllim. Aha. Axı elə bir kompetensiya yoxdur, multikulturalizm kompetensiyası var. Yox, bilmirəm. Bilirəm elə kompetensiya yoxdur. Onu bilirəm. Hı -hı. Amma savadlılıq deyirsiniz də müəllimə? savadlılıq deyirəm. Aydındır. Könül müəllim nə deyir? Biraz səsi tez-tez açaq. Könül müəllim nə deyirsiniz? Leyla müəllim nə deyir cavaba? Əmirova Leyla müəllim. Tamam müəllim, mən savadlılıq. Savadlılıq deyirsiniz. Müxtəlif dillərdə nitq bacarığı olmaz. Aha, siz də savadlılıq deyirsiniz. Güllər müəllim nə deyir? Şəxsi sosial öyrənmək ola bilər. Şəxsi sosial öyrənmək. Baxın müəllimlər, indi mən bunun izahını verəcəm. Bu bir qədər incə sualdır. Deyir ki, şagird fərqli mədəniyyətlərdə davranış, adət-ənənə, düşüncə tərzinin necə dəyişdiyini anlayır. Baxın müəllimlər, fərqli mədəniyyət görən kimi müəllimlər o saat mədəni məlumatlıq götürürlər. Misal üçün sizin kimi. Amma bu belə deyil. Əgər anlayırsa, savadlılıqda nə deyirik? Nəyisə anlamaq, başa düşmək, öz sözü ilə izah etmək. Əgər anlayırsa, bu savadlılıqdır. Əgər desəydi ki, fərqli mədəniyyət haqqında məlumatlıdır, bu zaman olardı mədəni məlumatlıq. Amma bu fərqli mədəniyyətin adət-ənəsini, düşüncə tərzini, davranışının necə dəyişdiyini anlayırsa, olur savadlılıq. Yox, məlumatlıdırsa, bu zaman olur deməli mədəni müxtəliflik.